qələbə bizə komanda olaraq çox inam verəcək. Bu gün çox vacib idi ki, qələbə qazanaq. Məşqdə işlədiklərimizi istəyirdik ki, bu gün oyunda yoxlayaq və düşünürəm ki, çox uğurlu oldu. Bu nəticə gözlənilən idi sizin üçün, yəni hesab? Rəqbi analiz eləmişdik, yəni boşluqlarını bilirdik ki, hansı üsulda oynayırlar, hansı oyun üsulda oynayırlar. Nə qədər 6 il oldu səhv eləmirəmsə. Yəni o qədər də gözləmirdik, amma çox yaxşı çıxış elədi bu komandamız. Təbrik edirəm uşaqları da, azərkeşləri də. Komanda olaraq yaxşı hazırlaşmışdıq. Böyle hesablı qələbə qazandıq. Millimizin tarixində rekord oldu. Heç vaxt 6 topla qələbə qazanmamışdıq. Sevincliyik. Çalışacağıq oyunumuzu daha da yaxşılaşdıraq. Meydança, yağışlı hava, bir də penalti epizodu ilə bağlıdır. Meydança ikisi də düşünürəm ki, normal idi. Amma ikinci isə yağış belə deyək, çox güclü oldu. Çox bərbad deməzdim, amma pis vəziyyətdə idi qazonun vəziyyəti. Penalti epizoduna gəldikdə düşünürəm ki, orada penalti yox idi. Çünki mübarizə aparırıq ikimizdə. Eyni, olur belə şey. Bir son sualım, rəqibin zəif olması müəyyən mənada qələbəyə kölgə sala bilərmi? İnanırım sizin ki, indi bu dəqiqə futbola bir vəzifədir ki, zəif güclü yoxdur. Belə deyək, layiqli qələbə qazandıq. Karyeram haqqında belə deyim, hər bir futbolçu, hər bir Azərbaycanlı futbolçuya həqiqətən də, yəni çox istəyirəm ölkə xaricinə getmək, ölkə xaricində oynamaq doğrudan da yaxşı bir hissdir. Yəni düzdür, yanımdakı Cəlalla da çox danışıq, otaq yoldaşımdır. Mən də məsəl üçün ilk başlarda çətinlik olduğunu deyirəm, həqiqətən də xaricdə oynamaq. Amma bir müddəti atladıqdan sonra artıq daha rahat gəlir, daha maraqlı gəlir, yəni qürurlu olur, həqiqətən də. Dönmək kimi də bir fikrimiz yoxdur. Dönmək kimi də bir fikrimiz yoxdur. Bugünkü oyuna gələndə vurduğunuz gol. Əlbəttə ki, çox belə xoş hissdir. İlk dəfə yaşadım bu hissi milli komandada. Ayxan Abbasovun rəhbərliyi altında klubda da ilk qolumu vurmuşdum. 2015-ci ildə Zirənin heyətində. İndi də milli komandada eyni ilk qolumu vurdum. Təsadüfdür, amma xoş təsadüfdür. Belə təsadüflər inşallah daha çox olar. Oyunla bağlı fikirləriniz? Çox istəyirdik bugün qələbə qazanmaq. Yəni uzun müddətli qələbə qazanmadıq. Ona görə əlbəttə ki, sevincliyik. Milli komanda elədik ki, yəni hər qələbə vacibdir. Rəqibin kimliyindən, turnirin hansı turnir olmasından fərqli olmayaraq. Həm də bol qollu qələbə oldu. Ona görə bizim üçün çox vacib idi.